Salam, hörmətli müəllimlər, əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugün 6 aprel tarixində əvvəlki illərin məzunlarının və əsas xarici dili fərqli olan şagirdlərin buraxılış imtahanı keçirildi. Gəlin sualların izahına baxaq. 7-ci testimiz nida cümləsi ilə bağlıdır. A variantında what intelligent students they are cümləsi verilibdir. Bu düzgündür. Çünki what-la başlayan nida cümləsində əgər isim cəmlənibsə artikel düşməlidir, qeyri-müəllaq artikel düşməlidir və sonda da əvəzlik, üstə gələk xəbər quruluşu gəlibdir. A düzgün cavabımızdır. B-də what-la başlayan nida cümləsində z işlənməz. C variantında how intelligent the students are olardı. Z axırda işlənməsi səhvdir. D variantında how intelligent the students olardı. Çünki Z artiklı bu hissədə yoxdur. Eyni zamanda da axırda Z işlənməməlidir. D də yanlışdır. Y variantında what an intelligent students olmaz. Çünki students cəmlənibdir. Qarşısında qeyri-müəllaq artiklı işlənməz. 8-ci testimizdə deyilir ki, I want to know the truth. Mən həqiqəti bilmək istəyirəm. You lie to me. Mənə deməli yalan danışmamalısan. Birinci ifadəmizdə haven't to görürük. Have to ifadəsi inkarı özünə götürməz. İkinci ifadəmizdə aren't able to olardı. Able'dan sonra to işlənmədiyinə görə yanlışdır. 3-də mustn't danışmamalısan. 4-də shouldn't gərək danışmayasan. Ona görə 3, 4, Y variantı. 9-cu testimizdə biz cümlədə zən bağlayıcısı görürük. Deməli, müqayisə cümləsidir. Müqayisə dərəcəsi olmalıdır sifətin. A-da üstünlük, B-də üstünlük, C-də üstünlük, D-də adi. Cavab D variantı. 10-cu testimizdə qeyd olunubdur ki, tək isimlər olan cərgəni seçin. A-da cars cəmdədir, B-də fit cəmdədir, C-də days, D-də months sözləri hər biri cəmdədir. Weather, face, Y variantı. 11-ci testimizdə qeyd olunubdur ki, the climate warm here. Climate tək mübtədadır. Ona görə tək xəbər lazımdır. B variantı. 12-ci testimiz make-up a sentence testidir. Cümlə qurmaq. Deməli, cümlə belə qurulacaq ki, it was snowing when the guests arrived. 3, 1, 4, 2, 6, 5, D variantı. 13-cü testimiz bağlayıcı testidir. Cümlədə belə bir ifadə var ki, you should stay at home. Sən gərək evdə qalasan. Sonra qeyd olunub ki, you are ill. Sən xəstəsən. Deməli, bu səbəb bağlayıcısı ilə birləşməlidir. İkinci cümlə birinci cümləyə. Çünki sən xəstəsən because. 14-cü testimiz complex object testidir. Want 3-cü qrupdadır. Ona görə to cook olmalı idi. Y variantı. 15-ci testimiz söz önü testidir. Far from ilə işlənir və ikinci tərəfdə də if you go there on foot. Piyada getmə ifadəsi on foot olaraq işlənir. D variantı. 16-cı testimizdə qeyd olunubdur ki, zaman formasını seçin. Yesterday keçmiş sadə zamandır. Have a barbecue ifadəsi keçmişdə olur. Had a barbecue. A variantı. 19-cu testimiz article testidir. By nəqliyyat vasitələrinə birləşəndə artiklesız işlənməlidir. İkinci tərəfdə isə we are taking the bus. B variantı. 20-ci testimiz sual əvəzliyi ilə bağlı bir test tapşırığıdır. Burada cümlənin mənası belədir ki, dünən axşam sənə zəng edən kim idi və mübtəda vəzifəsində istifadə oluna bilən sual sözü bizə lazımdır. Deməli, cavab Y variantıdır. Who mübtəda vəzifəsində istifadə oluna bilən sual əvəzliyidir. Kim zəng etmişdi sənə dünən? 21-ci testimizdə deyilir ki, passive voice isə düzgün keçirilmiş cümləni tapın. They picked up bananas in the forest. Deməli, bizim tamamlığımız bananas olduğuna görə cümlənin, yeni cümləmizin mübtədası olacaq bananas. Ona görə D-ni çıxırıq və cümlə keçmiş zamanda olduğuna görə were picked olacaq. C variantı. 22-ci testdə isə qeyd olunubdur ki, sinonimlər olan cərgəni tapın. A-da early, late, tez, geç bir-birinin antonimidir. B-də dangerous, təhlükəli, harmless, ziyansız bir-birinin antonimidir. C-də anxious, worried, narahat. Cavab C variantıdır. D-də simple, hard, asan, çətin. Y-də rude, polite, kobud, nəzakətli. Bunlar da bir-birlərinin antonimləridir.